Bildiğiniz kimi qarşıdan Qədürxum bayramı gəlir. İslamın ən böyük bayramlarından biridir. Bu bayram münasibəti ilə sizləri və sizin simanızda bütün möminləri, başda zamanənin sahibi Hazreti Mehdi Accelallahu Teala Ferecehuş Şerif Allah sallallahu hüccət olmaqla hər birinizi təbrik edirik. Qədürxum İslamda niyə ən böyük bayramdır? İmam Cəfər Sadiq əleyhissalamdan soruşdular. Kuleyni usulü kafidə bu hədisi nəql edir Abdurrahman İbn Salimdən. Ki deyir, Əbu Abdullah Sadiqdən soruşdum ki, müsəlmanların cümədən, qurban bayramından və fitir bayramından başqa bir bayramı var ya yox? Fitir bayramı Ramazan bayramıdır. Qurban bayramı məlumdur Zilhiccənin onu. Cümədəki Seyyidül Əyyam, günlərin seyyidi ağası hesab olunur və müsəlmanlar üçün bayram hesab olunur. İmam buyurdu ki, bəli var və Allah yanında daha çox əzəmətli hörməti var həmin bayramın. Mən soruşdum, hansı gündür elə, hansı bayramdır elə, fəda olum sənə. Həzrət buyurdu ki, bu o gündür ki, Həzrət Rasulullah sallallahu aleyhi və səlləm Ali ibn Əbi Talibi təyin edərək dedi ki, mən kimin mövlasıyamsa Əli onun mövlasıdır. Mən soruşdum, bəs bu hansı gündədir? Dedi, bu Zilhiccə ayının 18-ci günüdür. Soruşdum, ey imam, bu gündə biz nə edək? Buyurdu ki, oruç tutmaqla, ibadət etməklə, Muhammed və Ali Muhammedi zikr etməklə Allahı zikr edəcəksiniz, Allahı ibadət edəcəksiniz. Ki, Həzrət Rasulullah Əmir əl-Mömin əleyhissalama tövsiyə etmişdi ki, bu günü bayram etsinlər. Xətib Bəğdadi böyük alimlərdəndir. Tarixi Bəğdad kitabında Əbu Hüreyrədən belə bir hədis nəql edir ki, Əbu Hüreyrə deyir ki, hər kəs Zilhiccə ayının 18-ci günü oruç tutsa, Allah Teala onun üçün 60 ayın orucun savabını yazar. Sonra Zilhiccə ayının 18-ci günü hansı gündür onu Əbu Hüreyrə izah edir. O der Qədürxum günüdür. O gün ki Peyğəmbər Əli ibn Əbi Talibin əlindən tutub qaldırdı və dedi, mən möminlərin vəlisi deyiləmmi? Hamı dedi ki, şübhəsiz ya Rasulallah, sən möminlərin vəlisisən. Sonra buyurdu, deyir Peyğəmbər ki, mən kuntu mevla fe aliyyun mevlah. Mən kimin mevlasıyam, Əli də onun mevlasıdır. Əbu Hüreyrənin nəql etdiyi hədislərə deyir ki, deyir, Ömər ibn Xəttab deyir, yaxınlaşdı, dedi, bəxin ləki ibn Əbi Talib. Ey Əbi Talibin oğlu, xoş olsun sənin halıva, xoş olsun sənin halıva. Mənim hər bir müsəlmanın mevlası oldun. Ardıncan da Qur'an-ı Kərimdən Əl-yevmə əkməltu ləkum dinəkum və etməmtu aleykum ni'məti və raditu ləkum il-islamə dinə. Bugün dininizi kamilləşdirdim, neməti tamamladım və İslam üçün din olaraq seçib bəyəndim ayəsi nazil oldu. Bu da Əbu Hüreyrədən nəql olunan hədisdir.